və indi sözü Azərbaycan Xalq Parlamentinin Avropa Şurası əməkdaşlığından Azərbaycan cəmiyyətinin gözləntiləri mövzusunda çıxış üçün millət vəkili hörmətli Arzuman Osmanbəyliyə təqdim edirəm. Buyurun Arzuman bəy. Sağ olun. Hörmətli sədr, hörmətli həmkarlar. Biz parlament üzvləri olaraq bugün burada danışmaqla təkcə siyasi vəzifə deyil, eyni zamanda mənəvi məsuliyyət daşıyırıq. Çünki biz bu tribunaya tək parlamentin yox, milyonlarla insanların gözləntilərinin yükü ilə çıxmışıq. Azərbaycan cəmiyyəti Avropa Şurasına tarixən ümid məkanı kimi baxır. İnsan hüquqları, hüquqların aliliyi, demokratik institutlar, bunlar bizim üçün yad anlayışlar deyil, əksinə. Bunlar Azərbaycan xalqının da arzusudur. Lakin səmimi olmalıyıq. Bugün Azərbaycan cəmiyyətində Avropa Şurasına münasibət tam aydın deyil. Ümid var, amma eyni zamanda sual da var. Dəstək var, amma narahatlıq da mövcuddur. Bu narahatlıq düşmənçilikdən deyil, gözləntilərin qarşılanmamasından doğur. Xalqımız soruşur, əgər Avropa dəyərləri universaldırsa, niyə onların tətbiqi bəzən qeyri-bərabər görünür? Əgər insan hüquqları bölünməzdirsə, niyə bəzən seçici şəkildə müdafiə olunur? Necə ki, elə bir seçicilik dünənki təhlükəsizlik konferansında da özünü biruzə verdi və onu xalq görür, tutur, anlayır, çatdırır aynı momentə ki, belə bir seçicilik yenə də təkrar olundu. Və biz bu sualları ittiham kimi yox, diyaloq üçün çağırış kimi səsləndiririk. Avropa Şurasının Azərbaycanla münasibətləri yalnız rəsmi hesabatlar və prosedurlarla məhdudlaşmamalıdır. İnsanlar real həyatda ədaləti hiss etmək istəyir. Əks halda hüquq anlayışı kağız üzərində qalır. Biz başa düşürük ki, Avropa Şurası da mürəkkəb siyasi mühitdə fəaliyyət göstərir. Amma məhz belə şəraitdə prinsiplərin ardıcıllığı daha da vacibdir. Çünki ardıcıllıq olmadan etimad formalaşmır. Azərbaycan Xalq Parlamenti olaraq bizim mövqeyimiz sadədir. Biz Avropa Şurasında Azərbaycan xalqı ilə Avropa xalqları arasında köprü qurmaq üçün iştirak edirik. Biz burada özümüzü müdafiə etmək üçün deyil, xalqımızın səsini eşitdirmək üçün varıq. Və bu səs deyir ki, Avropa ilə münasibətlər bərabər hüquqlu, tərəfdaşlıq üzərində qurulmalıdır. Azərbaycan cəmiyyəti Avropadan ədalət, aydın mövqe, səmimi diyaloq gözləyir. Əgər insanlar öz problemlərinin beynəlxalq platformalarda səsləndirildiyini görürlərsə, bu Avropaya inamı gücləndirir. Əks halda isə boşluq yaranır. Tarix göstərir ki, bu cür boşluqlar nadir hallarda müsbət qüvvələrlə doldurulur. Biz Azərbaycan xalqı Avropa Şurasının müdafiə kimi görmək istəyirik. Bu tək Azərbaycanın yox, Avropanın da marağındadır. Çünki Avropa dəyərləri yalnız sərhədlər daxilində yox, sərhədlərdən kənarda da etibarlı olduqda güclü görünür. Sonda bir məqamı vurğulamaq istərdim. Azərbaycan xalqı Avropadan çevirmək istəmir. Azərbaycan xalqı görünmək və eşidilmək istəyir. Əgər biz bu diyaloqu səmimi, açıq və bərabər şəkildə qura bilsək, Avropa Şurası Azərbaycan cəmiyyətindən yenidən ümid mənbəyinə çevrilə bilər. Biz buna hazırıq. Ümid edirik ki, Avropa Şurası da hazırdır. Diqqətinizə görə sağ olun. Təşəkkür edirəm, hörmətli Arzuman bəy. Ümid eləyək ki, doğrudan da elə biz də buna hazırıq, yəni ölkə olaraq, cəmiyyət olaraq biz hazırıq, ölkə olaraq hazırıq. Amma Azərbaycan hakimiyyəti buna hazır görünmür və onun hər gün atdığı addımlar da bir daha bunu deməyə əsas verir.